Salam Təzadlar TV-nin dəyərli və sadiq izləyiciləri. Bugün sizinlə mən Yasəmən Məmmədlidir. Qonağımız isə Azərbaycan kulinariyasının ilk çığır açanı, bütün dövrlər üçün baş kulinarı, Azərbaycanın Milli Kulinariya Assosiasiyasının prezidenti, tarix üzrə fəlsəfə doktoru Tahir Əmraslanovdur. Xoş gəlmisiniz Tahir müəllim studiyamıza. Xoş gördük. Tamaşaçılara əvvəlcədən xatırladım ki, Tahir müəllimi studiyamıza dəvət eləməkdən ötürü uzun müddətli çaba göstəririk. Qismət bugünəymiş. Vallahi üzr istəyirəm. Mənim qrafikim işim elədir ki, yarım ilə gəldim, çıxdım burada. Hardasa elə deyil mi? Bəli, çox ümumiyyətlə Tahir müəllim deməli çox maraqlı insan olduğu üçün bu günləri onun bir uğur hekayəsinə də istəyirik ki, bir nəzər salaq. Tahir müəllim özü bu uğur hekayəsini danışacaq bizə. Yəni bu uğur hekayəsini yazmaq üçün yəqin ki, o qədər enişli, yoxuşlu, ağır zəhmət tələb edən yollar keçib ki, Tahir müəllim onu bizdən daha yaxşı bilir. Biz yalnız Tahir müəllimin əldə etdiyi nəticələri görürük, uğuru görürük. Lakin onun arxasında duran o çətinlikləri biz görə bilmirik. Ümumiyyətlə sizin uğur hekayəniz bizim üçün maraqlı. Tahir müəllim, özünüz haqqında tamaşaçılarımız ümumiyyətlə sizi tanıyırlar. Tanışlığa bəlkə də ehtiyac yoxdur, amma bir daha xatırladasınız o uğur hekayəniz. Yəni ilk dəfə bu Tovuz rayonunun Qovlar qəsəbəsində İdris bəyin evində doğulan oğlan uşağının taliyi elə oldu ki, Azərbaycan mətbəxini dünyaya tanıtdı. Bunu heç kim düşünə bilməzdi, amma siz bunu etdiniz. Necə etdiniz, bunu danışın. Mən sadəcə olaraq kənddən çıxmış, amma kənd içindən çıxmayan sadə bir Azərbaycanlı oğluyam və bütün əldə elədiyim nailiyyətlərin birinci mənbəyi Azərbaycan milləti, Azərbaycan xalqı, Azərbaycanın illərlə yaratdıqları da ona görə bu bana çox yaxındır. İkinci də mənim o qədər böyük, deyim ki, talantım filan, mən sadəcə olaraq 95% elədiklərimin işin çoxu gecə gündüz daimi olaraq işləməkdir. İşləmək, oxumaq, məşğul olmaq. İndi 5%, 3% ola bilsin ki, nəsə Allahın verdiyi bir talant var. Hər gün dua eləyəndə birinci Allahdan istədiyim, Allah bana ağıl, bilgi, elm ver. Ümumiyyətlə təvazökar insanlar həmişə istedadlı insanlar bu qədər təvazökar olur. Deyil, bu həqiqətdir də, burada nə var ki? Ümumiyyətlə siz 1991-ci ildə Azərbaycan Milli Kulinariya Mərkəzini yaratmışdınız. Oradan başlamadıq da biz 86-cı ildə o vaxtı Kirabas Qaraboçi, Toxucu qəzeti var idi, Toxucu fabrikində olar. Qəzetlərdə də yazıldı. Biz qeyri-formal olaraq SSR-də ilk dəfə aşpazlar cəmiyyəti yaratdıq. Bir klub, adam aşpazlar klubu. Və oradan başladıq təklif verməyə ki, Azərbaycanda milli kulinariya muzeyi yaradılsın. Burada elmi tədqiqatlar aparıla bilsin, canlı bir muzey olsun, Azərbaycan mətbəxi öyrənilsin. Əslində, mən universitetdə oxuyanda Leningradda başlamışdım. 80-ci ildə mənim ilk tələbə elmi işim o institutda Leningradda birinci yeri, SSR-də ikinci yeri tutdu. 2 ay Azərbaycan mətbəxində idim. Mən gördüm ki, Azərbaycan mətbəxini Azərbaycanlılar tərəfindən heç kim öyrənmir, yazmır. Kulinariya kitablarımız başqa xalqlar tərəfindən yazılır filan. Bunlar həm də ki, çox az ictimai əşidə bir-iki dənə kitab var idi. Kitablar da yox idi Azərbaycan mətbəxi haqqında. Mənbələr ümumiyyətlə yoxa çıxmışdı, ya üzə çıxarılmırdı, yox idi. Və bu məni incitdi və mən başladım bütün həyatımı, bütün işlərimi buna həsr eləməyə. Çaydan başladıq, sonra başqa şeylərə keçdik. Sonra o çay haqqında mənim elmi tələbə işimdə bir kitab oldu. Çaydan yaxşı, yalnız çay ola bilər adlı bir kitabımız çıxdı. Və bu məsələlərə gələndə 86-cı ildə başladı. 87-ci ildə mən 84-də institut qurtarmışdım Leningraddan, gəldim Gəncəyə. İlk əyanı oxuyan tələbə idin sən də. Əyanı tələbə idim, bəli. 87-ci ildə burada Ticarətin Elmi Texniki Cəmiyyəti var idi. Yusuf Ələkbərov idi sədri. Onun köməyi ilə bir konferans keçirdik. O vaxtki Ticarət Naziri də oldu. Konferansın sənədlərində Azərbaycan Milli Kulinariya Muzeyinin elmi tədqiqat kompleksinin, tədris kompleksinin yaradılması məsələsi yazıldı. Sonra bizim bu hadisələr başladı. Ermənistanın Azərbaycanlıların qovulmağı. Gəncədə mən onları qarşılayırdım. Evlərə aparırdım. Bu çox təsir edirdi və bu zamanı SSR-nin 1928-ci ildən çıxan və SSR Ticarət Nazirinin bir jurnalı vardı. Yeganə jurnalı idi, elmi praktiki
jurnal Britaniya Ofisli jurnalı. Sovet dövründə orada Azərbaycan mətbəxi haqqında heç nə yazılmırdı, çıxmırdı. Və orada bir Smirnovanın erməni mətbəxi məqaləsi çıxmışdı. Mən onu cavab yazdım və dava eləyərək bu məqalənin həmin jurnalda çıxırılmasına çağırdım. O zaman da Yusif Ələkbərov dəstək verirdi, o kömək eləyirdi. Və getdim, çıxdım Britaniya Ofisli jurnalına, Moskvaya çıxdıq. Axırda bunlar bunu dərc eləməyəndə dedim ki, mən onda bunu Almaniyadan Narım Britaniya jurnalında dərc eləyəcəm və bu çox pis olacaq sizə qarşı, jurnala qarşı. Onda jurnalın tarixində ilk dəfə İnstitut Britaniya Qida İnstitutu əsərinin, Ticarət Nazirinin birinci müavini Savchenko, sonra Rusiya Ticarət Naziri, digərləri hamısı toplandılar, alimlərlə bir yerdən mənə bir 3-4 səhifəli indiyə qədər durur cavab göndərdilər və cavabın bir üzündə göndərdilər Ticarət Nazirinə ki, müəllifi sakitləşdirin, lazımi orqanlara xəbər verin. Sağ olsunlar, ona yenə də Yusif Ələkbərov getdi, məni müdafiə elədi, neynədi, məni çağırdılar Bakıya və 89-da dedilər ki, sən Bakıya gələcəksən və burada Ticarət Nazirinin nəzdində elmi nailiyyətlərin tətbiqi mərkəzində mən ictimai yaşayış şöbəsinin sədri qoydular. Gəncədə də mən artıq biznesdə idim, böyük işlərdə idim, 23 obyekt var idi, filan hamısını hədiyyə elədik, buraxdıq, gəldik bura. Gəldik, başladıq burada və 89-un dekabrın 12-sində burada Bakıda Azərbaycan mətbəxinin nə vəziyyətdə olmağı, nə inkişafı necə olacaq bu barədə indi konqres, konferans deyirlər, elmi, praktiki konferans keçirildi. Azərİttifaq, Ticarət Naziri, bütün maraqlı orqanlar, institutlar, restoranlar filan, preslər hamısı orada iştirak edirdilər. Biz öncə bir hərəkətlər elədik, bəzi mətbəx haqqında tədqiqatlar və Azərbaycan mətbəxinin təhrif olunması filan hamısı ortaya qoyuldu və orada konferans qərarı aldı ki, Azərbaycan Milli Kulinariya Mərkəzi yaradılsın. Bu 89-cu ilin dekabrın 12-sidir. Və yanvar hadisələrini bilirsiniz, 90-cı ildə o hay-ki və 90-cı ildə ilk dəfə Azərbaycanda regionlara kulinariya ekspedisiyaları təşkil olundu. Biz Şəki mətbəxini, Şuşa mətbəxini, Lənkəran mətbəxini və Gəncə mətbəxini topladıq və Bakıda 10 gün o mətbəxlər göstərildi. Oradan çıxan nəticələrlə SSR-nin məcmuəsi var idi. Bütün restoranlar üçün standart idi. Həmin məcmuəyə 63 Azərbaycan xörəyi saldırdım. Kiyev Elmi Tədqiqat, İctimai Əşyanın Elmi Tədqiqat İnstitutundan bir yerdə işlədik, onları standartlaşdırdıq. O vaxt oraya Qarabağ xörəkləri də düşdü. O biri xörəkləri də 63 dənə xörək sala bildim. Və indiyə qədər də keçmiş SSR ərazisində o standart kimi istifadə olunur restoranlardan. Və oradan bu hərəkətə başladıq və arxasınca Moskvada bir sıra tədbirlərdə iştirak elədik və Moskvada 10.000 adama Novruz bayramı keçirtdim Ermitaj bağında. Azərbaycandan bir qəpik götür, o vaxt vəziyyət ağır idi, götürmədik. Bunu Nosopişpitin hesabına elədik, onun sədri dostum idi. Sonra Luşkovun mavini oldu Moskvada. Orada 10.000 adama Novruz bayramını göstərdik və televiziyalarda informasiyon plakada yarıldı, yığdılar bizi, göstərdilər ki, Azərbaycan xalqı müqəddəs xalqdır, belə bir xalq təcavüzkar ola bilməz filan. Bu çox böyük rezonans doğurdu və mən Moskvaya gedəndə, aprel ayı idi də, mart ayında artıq nazirlər, Mərkəzi Komitə, Kommunist Partiyasının Mərkəzi Komitəsi qərar verdi ki, Milli Kulinariya Mərkəzi yaradılsın, nəzdində bu sahədə elmin inkişafı, tədrisin və əhalinin sağlamlığı üçün və s. Yəni, böyük bir elmi, praktiki, tədris bir qurum yaradılsın. Tərkibində Milli Mətbəx Muzeyi, tədris kompleksi və elm kompleksi olmaq şərti ilə. Və 91-ci ilin aprel ayında biz Moskvadan qaydanda nazir, onda da Həsən Həsənov idi və bir çox nazirlər də əksinə idilər ki, belə bir mərkəz dünyada yoxdur, cəmaət acından qırılır, biz də kulinariya mərkəzi yaradacağıq filan. Amma Həsən Həsənovun təzyiqi altında, gücü altında qərar qəbul olundu və məni qoydular bu təşkilata rəhbər
91-dən 97-yə qədər maliyyə yox idi, büdcə yox idi, çətin vaxtlar idi. 97-ci ildə rəhmətli milli liderimiz bunu büdcəyə saldı, amma ondan qabaq da bizə dəstək verdi. Allah rəhmət eləsin, bir 100 illik idi. 94-cü ildə Gəncə hakimiyyətə gəlmişdi. Azərbaycanda daxili, xarici qüvvələr heç kim inanmırdı ki, Azərbaycan yerində qalacaq. O bir qərar, belə bir məktub göndərdi Dünya Kulinariya Konqresinə. Mən apardım onu 94-cü ildə yay ayı idi Norveçə və dünyanı Azərbaycanla əməkdaşlığa çağırdı və məktubda da Qarabağ məsələsi, nə qədər kulinarlarımız ölüb, dağıdılıbdı, mətbəx, orada çörək muzeyi dağıdılıbdı, çay evi dağıdılıb filan, bunları Heydər Əliyevin həm də Azərbaycan mətbəxinə bir qiymət verdi. Azərbaycan mətbəxi dünyanın ən rəngarəng, ən ecazkar mətbəxidir. Bu Heydər Əliyevin sözləridir. Sizin özünüzün də bu şəxsi münasibətlərinizin olduğu bu səviyyələrin də gücü çox önəmli olub. Şəxsi münasibətləriniz də yox, əlbəttə ki, Rusiyada, xaricdə və 91-ci ildə mərkəz yaradılandan sonra mənim yazılarım çıxmışdı xaricdə, mətbəxlə musiqinin bağlı haqqında fikirlərim dərc olunmuşdu. Kanadadan 2 dəfə Dünya Kulinariya Təşkilatının rəhbəri olmuş Konspürskis mənə yazmışdı ki, biz sizi axtarırıq. Və onun hesabına biz bir ilə Dünya Təşkilatına 91-də, 92-də üzv olduq. 92-ci ildə Ümumdünya Kulinarların Təşkilatına müqayisə üçün Malta 8 il, Yaponiya 6 il, Türkiyə sonra mənim köməyimlə 13 il vaxt sərf elədi oraya. Rusiya üzvü deyildi, Sloveniya üzvü deyildi, Qazaxıstan üzvü deyildi. Bir 50 yaxın ölkəyə kömək elədik və Azərbaycan bu sahədə başladı liderlik eləməyə. Bunun hamısında əlbəttə ki, müəyyən şəxsi məsələlər də var, amma Heydər Əliyevin məktubunda bizim çox ağır günlərimizdə həm daxildə biznes adamları, siyasət adamları gördülər ki, Heydər Əliyev məktubu mənlə göndərdi, bu sahəyə diqqət ayırır. İstər-istəməz bəziləri başladılar bizə diqqət göstərməyə, yol açmağa, kömək eləməyə. Həm də xaricdə məəttəl qaldılar ki, belə bir vəziyyətdə, belə bir məktub gəlirsə, deməli bu ölkə prezidenti Heydər Əliyev kimi adam inanır ki, bu ölkə yaşayacaq. Biz Norveçdə olan konqresdən başqa ayrıcana mətbuat işçiləri üçün konferans keçirtdik. Bu məktubla bağlı ki, bu nədir? Və məktub oxunanda bomba kimi partladı. Həm də informasiyon blokadanın o vaxtı birisi çox çətin idi, yarılması idi bu. Və Heydər Əliyev sonra gənclər siyasəti daxilində 98-də bir sərəncamın içində imzaladı ki, gənc və peşəkar kulinarların daimi olimpiadalarının keçirilməsi Azərbaycanda. Sonra bir 21-ci əsrin və 3-cü millinin qarşılanması ilə bağlı 596 sayılı bir sərəncam imzaladı. Onun içində üç güclü bir məsələ var idi. Region mətbəxlərinin öyrənilib, nümayiş etdirilməsi, tanıtdırılması və biz Təbriz mətbəxi, İrəvan mətbəxi, Qarabağ mətbəxi, Naxçıvan mətbəxi, bunları kitablaşdırdıq və digərlərinin üstünə də getmişik ki, tədqiqatlar aparılır. İndi dayandırıldı mən işdən çıxandan sonra, indi yenə qayıdacaq o məsələlərə. Və bu tədqiqatların aparılmasının əsası da Heydər Əliyevin o dediyi sərəncamda yazdığı məsələ idi, region mətbəxlərinin öyrənilməsi. Sonra ikinci, Azərbaycan mətbəxinin tarixi milli irs kimi qorunub saxlanması. Axırıncı Mədəniyyət Qanunumuzun 37-ci maddəsinə saldıra bildik biz onu. Azərbaycan Mədəniyyət Qanunundan Azərbaycan milli mətbəxi 37-ci maddə bizim xalqının milli irsi kimi qorunur. Bu, Heydər Əliyevin irsini biz yerinə yetirməliyik, qoymalıyıq. Arxasınca, deməli, xarici ölkələrdə təəssüf ki, məsələ qalıb, biraz eləyirik. Dövlətin və şəxsi biznes resurslarının hesabına xarici ölkələrdə Azərbaycan restoranlar şəbəkələrinin yaradılması, bu da Heydər Əliyevin tapşırığıdır və gələcəyə yüklənmiş tapşırıqdır. Heç bir dövlət xadimi bu çapda, bu səviyyədə elə belə bir şey eləmir və eləsə belə bunu mətbuata verməzlər. Amma Heydər Əliyevin çay içmə mərasimini deyir və biz çayı necə içirik, düzdürmü? Azərbaycanlılar çayı qəndlə işləmək içirlər və biz UNESCO-ya çay içmə mərasimini elə belə salmadıq. Heydər Əliyevin sözü yerə düşməməli idi. Bizim dövlətimizin yaradıcısıdır, böyüyümüzdür, ağsaqqalımız, atamız olub. İkinci, Heydər Əliyev yadınızdadırmı? Gəncə Paşayev da orada görsənir, bir alça yeyir. Çox belə ləzzətlə yeyir, özdə deyirdi. Artıq neçə illərdir hər il
Göyçə festivalı keçirilir. İnşallah o da UNESCO gələcək və burada da Heydər Əliyevin o irsinin saxlanması, qorunması, bunlar elə-belə sadə məsələlər deyil. İndi çay ənənəsini gətirdik, dalınla indi çayı gətiririk. Yadınızdadırmı? Azərsun Holding çay fabrikini tikiləndən sonra Heydər Əliyev orada olanda sual verdi ki, bu Azərbaycan çayı hanı? Azərçay və bütün dünyada məşhur olan Azərçay, sağ olsun Abdulbari bəy və o təşkilatın rəhbərliyini onlar güclərini qoyurlar və Azərçayı dünyada indi gedin Rusiya, bir çox ölkələrə mən hədiyyə aparıram. Gedində görəcəksiniz ki, Azərçay hər yerdə tanınır. Niyə? Üstündə o kişinin ruhu var. Və bu məsələlər elə belə deyil dövlət başçılarının. Həmin siyasət bugün də Heydər Əliyevin oğlu İlham Əliyev tərəfindən bizim müzəffər sərkərdəmiz, bizim deməli mədəniyyətimizin deməli el anası olan birinci vitse-prezidentimiz tərəfindən, Mehriban xanım tərəfindən, Əliyeva tərəfindən bunlar çox irəli aparılır. Mehriban xanımın kulinariya sahəsində gördüyü işlər çox böyük işlərdir. Sadəcə bir şey deyim, İlham Əliyev 11-ci ildə Milli Elmlər Akademiyasında çıxış edir, deyir, ermənilər deyir, bizim mətbəximizə aparırlar və öz mətbəxləri kimi qələmə verir. Bu məni çox incidir. Erməni nə bilir ki, dolma sözü nədir? Bəli, bəli. Onun izahını çox gözəl verdiniz. Və nə oldu? 5 dənə dolma markası yarandı. 26 xörəmizin markasını yarandı. İçində o markanın birinə Dünya Təşkilatının prezidenti imzaladı, vaxtın prezidenti və sonra Mehriban xanıma bir məktub göndərdi ki, dolma haqqında məlumat 70-100 milyon adama çatdırıldı dünyada. Bu şeydən qabaq. Sonra UNESCO getməmişdən qabaq 10 dənə dolma milli patent, milli dolma patent olundu. O ilk praktikadır. Ümumiyyətlə xörəklərin patenti Azərbaycan, Fransa və İtaliyaya aiddir və biz onlardan da qabağa getmişdik. Və həmin dolmalar patent olundu, qoyuldu. Ondan sonra UNESCO-ya ilk böyük dolma festivalları keçirirdik və birinci festivaldan 360 dolma resepti üzə çıxartdıq. Və sonradan bunlar doğuldu, 381, Azərbaycan dolmaları 381 kitab. Bu dolmalar kitabı dünyada birinci yeri tutdu. Ən yaxşı kulinariya kitabı 18-ci ildə oldu. Və dolma bütün şübhələrə son İngiliscə, Rusça, Özbəkcə və Türkcə ortaya qoyuldu və yayınlandı. Və ermənilərə verilən cavablardan biri də bu oldu. UNESCO-ya biz göndərində 360 dolmanın haqqında məlumat göndərmişdik. UNESCO-dan keçəndən sonra o da qoyuldu. Prezidentimiz dediyi də və kitab yarandı. Və 381 dolma kitabı birinci yeri tutdu və ikinci nəşrini də onun elədik. İkinci nəşrdən sonra biz təzədən 40 dolma resepti də tapdıq. Əlavə. Yəni, bunlar öz başına olmadı. Biz Novruz bayramında görüşürdük. Hər görüşdə prezident bu istiqamətdə bizə tapşırıqlar verirdi. Mehriban xanım, Allah qorusun, o daimi olaraq bunun üstünə gedirdi və bizə yol göstərirdi, məsləhət verirdi, tövsiyə. Biz orada dedim ki, Mehriban xanım, siz o vaxt bizim digər maddi, qeyri-maddi, mənəvi dəyərlərimizi UNESCO-ya çıxardırsınız, mətbəxi də artıq çıxartmaq dedi, çıxardacağıq, dedim, dolmadan başlayıq. Və lavaşın gəlməyi dolma. Dolma məsələsində Ermənistan dövləti UNESCO-ya məktub göndərdi ki, bizim bircə tələbimiz var. Tahir Əmiraslanovun adı faillardan çıxarılsın, çünki o rasist və Ermənistanın bir nömrəli düşmənidir. Sonra o məktub barədə, amma Mehriban xanımın avtoriteti olmasa, bəlkə də çıxardacaqdılar, məsələ də batacaqdı. O bütün qərarlar orada qəbul olunan Mehriban xanımın nüfuzunun hesabında qəbul olundu və bu işlərin üstündə təkcə Tahir Əmiraslanov deyildi. Mədəniyyət Nazirliyi o qruplarla çox böyük işlər aparıldı. Bu elə-belə məsələlər deyil, sadəcə bir adamın, iki adamın işi deyil və Mehriban xanımın nüfuzu sayəsində biz bunlara nail olduq. Deməli, orada o məsələlər Novruz bayramında prezident hardansa məlumat vermişlər, hər şeydən xəbərdardır. Sən tarixçi dedi, Ermənistanın diz üstə qoyursan. Cənab prezident, əlinizə qoyun mənim çiynimə, mən dünyanın diz üstə qoyun bu sahədə.
Ondan qabaq bir dəfə də Moskvada erməni diasporasının ən güclü qəzeti var, Noyev Kovçek. Çox qalın bir qəzetdə ayda 2 dəfə çıxır. Orada ermənilərin əleyhinə məqalə yerləşdirilmişdi. O da prezidentin diqqətini cəlb eləmişdi və bu şeydən sonra həmin o yazılan Novruz bayramında dolma məsələsindən sonra prezident döndü ki, Əbülfəz Qarayevə niyə təqdimatını vermirsiniz bunu? Dedi, biz buna təzəcə ad vermişik, əməkdar 2 il bundan qabaq. Nə olsun, indi orden verək. Yəni, mənim təqdimatımı cənab prezident verdi. Mən orden filan o qədər maraqlandırmırdı. Amma oradakı formularaq prezidentin dediyi söz və onun Azərbaycan mətbəxinin təbliği və qorunmasına görə bu bir diqqət idi. Bu diqqət nədir? Prezidentin bir kəlmə sözü belə onun qoymarıq ki, bir dənə prezident 10-cu ildə çıxışında dedi ki, İrəvan bizim dədə-baba torpaqlarımızda. Həmin andan İrəvan mətbəxi toplanmağa başladı. Çünki onun sözü yerə düşə bilməz. Mümkün deyil. Qoymarıq. Biz bu adamı prezident seçmişiksə, mən ona səs vermişəm. Deməli, mən səsimin arxasındayım. Başqa cür mümkün deyil. Ya da səs vermə. Niyə? Bu adam dedi də, yolu göstərdi. Deməli, bu sahədə də bir şey topladıq. Axırıncı 5 il isə çox intensiv. Biz bilirdik ki, bir dənə yaxşı bir cəhət var. İndi deyib, biz İrəvana qayıdacağıq. Qarabağdan artıq bir mükafat verə bilməzdi bizə də. Qarabağa mükafat kimi verdi. Amma o bütün sözlərini tutub həmişə. Ona görə əminəm ki, İrəvana da qayıdacağıq və o kitabın yazılma səbəbi prezidentin ağzından çıxan kəlmələr oldu. Yığdıq. Ondan sonra o sözü deyəndən sonra Novruz bayramında mən Azərbaycan bölgələrindən bir yerdə İrəvanı da çıxardıb qoyurdum Novruz bayramında. Dəniz kənarı parkda ayrıca bir İrəvan bölgəsi yazılırdı. Yəni o da bizim prezidentimizin əlinin altındadır. Bizimkidir demək idi bu. Gözəl mesajlar idi onlar. Mesajlar idi. Ondan sonra Naxçıvanda Qarabağ mətbəxi də qoyulurdu hər il və onları da. Xanədan Etna restoranında 9 xanlıqdan əsas Naxçıvan xanlığı, yəni o boyda xanlıqdan 9 dənə xanlıq qoyuldu. Naxçıvan xanlığı, İrəvan xanlığı, Qarabağ xanlığı bir bölmədədir. Bu tərəfdə Gəncə, Şamaxı, Bakı, Təbriz və s. Və qarşıya məqsəd qoyuldu. Hər xanlığın xörəkləri toplanmalıdır, qoyulmalıdır. Qarabağ mətbəxi kitabı 12-ci ildə çıxdı. Orada mən və qızım Aynurənin. İndi təzə kitabda biz bunun şəkillər elədik, qoyduq. Prinsipcə həmin kitabdır. Biraz da işlədik üstündə. İndi yeni kitab çıxdı və çox sağ olsun bizim QHT-lərə dəstək, dövlət agentliyi yarandı və onların da maliyyə dəstəyi və mənəvi dəstəyi böyük oldu və o kitabı da biz həm Çanaqqalada, həm Mardində, Livanda təqdimatlarını keçirdik, Azərbaycanda da, Şuşada, bir sıra şəhərlərdə, Gəncədə və həm o xörəkləri öyrətdik, cəmaata sertifikatlar verdik ki, bu Qarabağ mətbəxini bilirlər, öyrəndilər, mühazirələr oxundu və bu çox güclü bir rezonansdır və əlimizdə kitabdır. İndi də İrəvan mətbəxi kitabına görə biz 1500 adamdan sorğu apardıq. O xörəkləri tutuşdurduq, identifikasiya elədik. Əhali çoxdan gəlib buradakı yeməklərlə assimilyasiya olur, dəyişir. Bunların üstə sonra 200 nəfərlik İrəvan mətbəx günü keçirdi. İrəvanları yığdıq ki, görün hansı səhvlərimiz var. Onların ağız dadına uyğun, nə düzdür, nə əyridir. Onları nəzərə aldıq. Kitab yazılmamışdan qabaq çox böyük işlər getdi. 2018-dən sonra isə mən digər 2 müəllifi, kitabın üstündə olan müəllifləri də cəlb elədim ora. Oruç ustamızla Aygül xanımla. Bəli, İrəvan mətbəxi kitabı çıxdı. Bəli, kitabı hazırladıq və kitabın çıxarılması lazım idi. Dünya çempionat, dünya kitab deməli, kulinariya kitabları mükafatı təşkilatı var dünyada, çox güclü təşkilatdır. Orada bizim kitab seçildi. Əvvəlcə yadımda deyil, 6000 nəsə belə, yox 8000 kitabın içindən. Dəqiq yadımda deyil artıq. 2020-ci ildə bu seçilə gəldi. İlk 40-lığa düşəndə biz səsimizi çıxardıq, heç bir mətbuatda məlumat vermədik. 200-ə yaxın ekspert baxdı kitablara dünyadan. Sonra kitab çıxdı birinci 20-liyə. Sonra gəldi onluğa, 4-lüyə kitab çıxdı və
bilirdim ki gedir kitab və Uğur qapıdadır. mən onda Dövlət Turizm Agentliyinə məktub göndərdim ki, bu kitabın birinci yerə çıxarılması üçün Fransaya gedib bir 100 min pul lazımdır. Qonaqlıq verməyə cəmaət getməlidir, Əlbəttə. mətbəxi göstərək filan. Özü də Covid dövrü çox ağır dövr 21-ci ildə. Həmişəki kimi onlar adət eləyiblər, onların büdcəsində bu nəzərdə tutulmur, yoxdur, olmayacaq da heç vaxt. Hə. Nə vaxt müraciət eləmişəm, imkanları yoxdur. Allah onlara böyük imkanlar yaratsın ki, Əslində onlara böyük məbləğdə hər il özləri il bilərlər. dövlət Mən bilmirəm. büdcəsindən Mənə verilən pullar yazılı ayrılır. cavablar belədir. Hə, indi oradan cavablar belə gəlir, amma Dövlət Yəqin ki, büdcəsinin hər bu il Mədəniyyət Nazirliyinə, Dövlət Turizm Agentliyinə bəlli məqdarda Yəqin ki, pullar dövlətə verilir. belə lazımdır. Mən yazdıqlarım keçmir. Ona görə hətta mən razıyam ki, üstündən mənim adımı götürsünlər, amma bu dövlət üçün, xalq üçün lazımdır. Əgər prezident deyirsə ki, biz oraya qayıdacağıq və qayıtmaq bu xörəkləri assimilyasiya olur. Mən o vaxt zəng elədim, hətta Aşıqlar Birliyinin sədri mənim dostumdur. Məhərrəm müəllim Qasımov çox böyük alimimizdir. Dedim, Məhərrəm müəllim, mən başlayıram İrəvan mətbəxini toplamağa, sən də İrəvan aşıqlarının antologiyasını elə. Sonra Minarə xanım indi Çanaqqalada dərs deyir, ona müraciət elədim. Minarə qızım, bu çox vacibdir. Gəl İrəvan xanlığı ərazisində olan bütün geyimləri topla, ortaya çıxardaq da gücüm çatan yerlərdən mən də kömək eləyim. Çünki bu Tahir Əmirəslanovun ya kiminsə işi deyil. Bu bizə lazımdır ki, əhalimiz oraya qaydanda bu xörəklərin, həm də bu çox böyük təbliğat vasitəsidir. Kitab birinci yerə çıxandan sonra yenə də Turizm Agentliyinə müraciət elədim. Çünki onlar Azərbaycanlılar, yəqin ki, məndən də artıq patriotdular ki, biz gedib Avropada, hardasa bizə lazım ölkələrdə İrəvan mətbəx günləri keçirmək çətindir. Amma dünyada birinci olan bir kitabın təqdimatını hər bir ölkədə keçirə bilərik. Göstəriş alın, baxın ki, hansı ölkələrə bu daha vacibdir. Gedib orada keçirdək, mətbəxi də qoyaq, göstərək, qoy bu triumf böyüsün. Sonra həmişəki cavab aldım və bilirdim qabaqcadan. Sonra bir də yazdım ki, çox rica eləyirəm, kitabın ikinci müəllifi Oruc Əliyevin artıq pensiya yaşı çatmışdı. Dedim, və orada da demişəm, özləri də bilirlər ki, mənə heç nə lazım deyil. Mən ən böyük mükafatları almışam dünyada, həm xalqın sevgisini, prezidentimin diqqətini və Allah da bəzi şeylər veribdir, bəsdir bu. Amma Oruc Əliyeva bu boyda işləyibdir Azərbaycanda, təkcə kitab üçün yox, bizim 93-dən yanımızdadır, dostumuzdur. Və o əziyyətinə görə yaşlı adamdır da, mən bəzi aşpazlarımızı gördüm, işdən pensiya çıxandan sonra acından ölürdülər, yeməyin içində olan adamlar. Buna fərdi, həm də zəhmətinə görə doğrudan şu fərdi, həm də əməkdar mədəniyyət olaraq verdirmişdi ona. Buna bir pensiya verilsin, fərdi pensiya və Agül xanım da gənc kulinarımızda həvəslənsin, başqaları da baxsın, ona da hansı bir mükafatı prezident adına, həm də prezidentin bu kitaba mükafat verməyi, bu yayılacaqdır, bu da bir təbliğatdır və buna diqqət, ətrafdan da digər nazirliklər, səfirliklər filan hamısının diqqətini çəkəcəkdi və dostlarımızın. Bu iş daha da gedəcəkdi, amma yenə də siz bildiyini cavabı verdilər mənə və bu mənim başıma çox böyük ağrılar gətirdi. İçəridən və xaricdən təzyiq daha da başladı artmağa. Həmin bu mükafatı verən təşkilat artıq Stalik Xankişiyevin Azərbaycan mətbəxində olan kitablarını almışdıq, birinci mükafatları. Onu da birincisindən Mehriban xanımın çox böyük dəstəyi olmuşdu. O maliyyəni də Heydər Əliyev fondu ayırmışdı. Mən buradan müğənniləri, musiqiçiləri, rəqqasları və kulinarları nə qədər də yemək içmək götürüb Fransaya getmişdim. Stalik Xankişiyevin birinci kitabında Heydər Əliyev fondu kömək elədi. İndi Stalik Xankişiyevin Çeçenistan hökuməti çağırdı, bir kitab elədi. O kitab da dünyada çox belə güclü bir rezonans yaratdı. İndi Tatarstanın prezidentinin dəvətindən Tatar mətbəxini yaradır, eləyirik. Azərbaycana gəlmişdi, heç nəsiz eləyirdim. Azərbaycanda yəqin lazımdır, çünki o mənim dostumdur deyə ona kömək eləmək olmaz. Və bu çox təəssüf ki, bilirsinizmi, bir Tahir Əmirəslanov kimi adi bir kətç adamdır da, bunu qoyun qırağa işinizi görün də. Düşmənliyi nədən qaynaqlanır? Çox qəribədir. Mən Allah haqqı bilmirəm, çünki mən xalqımı, dövlətimi, Allahımı sevən adamam və mən daimi olaraq prezidentimin arxasında olmuşam. 44 günlük müharibədədir, mənə dedilər yenə də oradan getmə, dedim niyə getmirəm, mənim aşpazlarım oradadır, mən orada olmasam onlar ruhlanırlarmı? Şuşada asılan 3-cü bayraq Azərbaycan və
Türkiyənin bayrağından sonra Milli Kulinariya Assosiasiyasının bayrağı olub. Cənab Prezident gedəndə orada görüb, göstərib ki, nə deyiblər ki, Milli Kulinariya Assosiasiyasının bayrağıdır. Ona görə bir qəribə bir təsadüflər. Mən heç vaxt vəzifə istəməmişəm, pul istəmirəm, mükafat şəxsən özüm üçün heç nə istəməmişəm, almamışam. Sağ olsunlar. Bir dəfə mərkəzin 25 illiyində Mama və Oruca Əliyeva mədəniyyət iktisadı verdilər. Əməkdar, çox sağ olsunlar, minnətdaram. Vallahi mən gördüyünüz zəhmətlərin bəhrəsi idi sadəcə olaraq. Mən nazirliyə yazanda mədəniyyət öz adımı yazmamışdım. İndi kimsə oradan salıb, nağarif sağ olsunlar. Çünki mənim üçün çox ağırdır. O ordenində o adın da yükü çox ağırdır və hələ də çalışıram ki, o mənə verilən avansı mən doğruldum. Düzdür, əlimdən o imkanlar alındı, amma yenə də çalışıram ki, doğruldum. İllər ərzində yetərincə əslində siz onu doğrultdunuz. Bu millət daha yüksək. Prezidentin diqqəti, prezidentin imzası, bilirsiniz, bu yeganə adamdır ki, bütün xalq ona səs verir də. Bir 10 milyondan 9 milyon səs veribdir. Onun indi 9 milyonu onun günündə olan dəqiqalarını bölün, görün, onun adicə bir imzasını çəkməyi belə xalqdan alınmış zamandır. Bu, bilirsiniz, düzgün yanaşmaq lazımdır. Mən əlavə şeylər istəmirəm. Və bu biri, mənim onda pensiya yaşımda da öydü ki, pensiya istəyərdim bəlkə də, amma onda yaşım gəlməmişdi də. Oruc üçün istədim. Yenə də hamısına yox deyə gəldilər, məni çıxartdılar. Mənim Livanda seçkim zamanı və mən dolma bütün şübhələri son kitabını İngiliscə orada Livanda tədbir keçirilir. Livan kimi bir ölkədə özü də. Orada da Hamıdır və dolma kitabının təqdimatı bir axşam orada getdi. İkinci axşam Lənkəran dünya gastronomiya paytaxtıdır deyə UNESCO-nun axşam keçdi. Üçüncü axşam Azərbaycanın kubokuna həsr olundu. Səfirimizdə oturmuşdu və mənim prezident seçkilərim idi. Mən 16-sı ora uçdum, 20-si prezident seçkiləri idi, Dünya İslam Kulinariya Təşkilatının. 17-si orada xəbər gəldi ki, sizi təbrik edirik, həm də 14 ad günümdür. Ad günündən, Novruz bayramından, prezident seçilməyinizlə, kubokla, buna görə sizi işdən çıxartdıq, mükafatlandırdıq, Allah canlarını sağ eləsin. Və bu mükafatı da mənə verdilər, ona görə çox dərinə getmək istəmirəm və mən oradan çıxandan sonra baxın, Qarabağ mətbəxinciləri kitabı ortaya qoyuldu. Livandan kuboku gətirdim. Arxasınca Türkiyədə böyük olimpiyadanın qızıl medalları gəldi Azərbaycana, Dünya İslam Olimpiyadasının. Ondan sonra başqa ölkələrdən medallar və kuboklar gəldi, birinci kuboklar. Lənkərana göndərdik bəzilərini filan. Yəni, mən təəssüf edirəm ki, o kitablar, o tədqiqatlar yarımçıq qaldı. Başqa bir şey yox idi. Orada bizim aldığımız maaşlar da böyük maaşlar deyildi, amma bir 15 nəfər işləyirdi və biz bu işlərin üstünə 17 dənə kitab hazırlanırdı. Onlar hamısı yarımçıq qaldı. Bəziləri nəşriyyatda, bəzi əlimizdə filan. İndi ildə mən 2-3-5 kitab çıxartmayacağım, bir kitab eləyəcəm, 2 ildə birini eləyəcəm. İntihası bu Azərbaycanın təbliğatından gedir. Mənim işdən çıxartmağımın nəticəsi. Burada bizim xalqa dəyən zərərdir bu, Azərbaycan. Kimə dəydi, dəymədi, məncə Azərbaycan xalqına heç kim zərər verə bilməzlər. Neçə ki, başında bizim sərkərdəmiz durub, Qarabağ qayıdıbdır. Məndən də yaxşı oğlanlar doğacaqlar, analarımız daha yaxşıları gələcək. 50 ildən sonra, 100 ildən sonra yenə də qaldıracaqlar, itməyəcək. Bu millət yaradıcı millətdir, bu millət gözəl millətdir. Bundan qorxmaq lazım deyil. Amma vaxtında eləyərdik. Gəlin görək, məsələn, neçə ki, mən orada vəzifədə idim, Ermənistan 31 ildə heç bir elmi, praktiki, konferans, kongres, peşəkar, çempionat, yarış, olimpiyada bir yerdə iştirak eləmədilər. Mən oradan çıxan kimi Abu Dhabiyə böyük bir dəstəklə, delegasiya ilə konqresə gəldilər. Məni görəndə sifətləri dəyişdi. Belə çıxır ki, sizin işdən çıxarılmağınız erməni dəyirmanına su tökmək kimi oldu. İkinci məsələ, onlar Lüksemburqda ilk dəfə qızıl medal aldılar Dünya Təşkilatı prezidentinin adından, əlindən. Və Ermənistanın yolunu açdılar da. Burada başqa, bunun bir dənə xeyri kimə oldu? Baxmaq lazımdır. İşin kimə xeyri olmalı? Bu il yarımda hansı, məsələn,
bilirsiniz Tahir müəllim, siz deyir o uğurlu insanlar heç vaxt qısqancı olmur. Yox, bax, yəni mərkəz... sizdən sonra orada baş verənlər barədə siz kənardan baxırsınız da, necə görürsünüz oranı? Mən istəmirəm onları. İrəliləyiş oldu mu? İstəmirəm tənqid eləyəm, çünki elə başa düşəcəklər mən getdiyimə görə onu tənqid eləyirəm. Yox, tənqid deyil, amma kənardan siz mütəxəssis olaraq 31 il bu mərkəzə əmək vermişsiniz. O mərkəz mənim balamdır. Söhbət ondan 97-yə qədər biz cibimizdən maaşları, bəzi xərcləri dostlarımla bir yerdə biz ödəmişik. O vaxt 300 min, 500 min dollar pul eləyirdi bu. Rəhmətli Heydər Əliyev büdcə salına kimi bu pullar verilibdi. Bu mənim balamdır. Kim istəyər ki, qızını pis kürəkənərə versin, bacarıqsız, ya da oğluna pis gəlin gətirsin. Mən də istəyərdim ki, orada bacarıqlı, güclü bir adam olsun. Çünki o mərkəz yaşasa, ermənilər onu dağıtmaq və likvidiovat eləmək istəyirlər, bu ona gedir. O mərkəz yaşasa, yaxşı işləsə, enində sonunda məndən sonra, mənim vaxtımda kimsə gələndə məcburdular mənim yazdıqlarıma müraciət eləsinlər və məcbur olub deyəcəklər ki, bunu yaradan filan kəsdir, mənim adım da yaşayacaq. Mən axmaq adam olaram ki, oranın əleyhinə olam. Mən oranın daha yaxşı olmağını, güclü olmağını istəyirəm. Əlbəttə. Mən o qədər ağılsız adam deyiləm. Mən həmişə bu günə deyil, gələcəyə baxmışam ki, atdığımız addım haraya gətirəcək. Çünki alma ağacı əkmişiksə, həmin ağacdan biz gilas yiyənməyəcəyik. Bu gün nə əkiriksə, 10 ildən, 20 ildən, 50 ildən sonra onu biçəcəyik. Bugünkü gün çox böyük ehtiyac var ki, Azərbaycan mətbəxinə biz elmi konfigurasiya verdik, onun skeletini qoyduq ki, ondan artıq qırağa çıxa bilməyəcəklər. Amma bunu axıra kimi gətirib bu elmi əsasları qoymaq lazımdır. Biz indi yeni bir təşkilat yarandı. Mən Azərbaycanda ilk dəfə yazdım. Göndərdik məktubları Elmlər Akademiyasına Qənirə xanım Paşayevaya, çünki o bizim deputatımız, böyük alimimizdir, böyük insanımızdır ki, Azərbaycan milli mətbəxinin öyrənilməsi üzrə akademiyada reformasiyalar gedirdi. Öyrənilməsi, tədqiqatı üzrə milli mətbəximizin araşdırılması üzrə bir şöbə ya ayrıca bir institut yaradılsın. Çünki biz bu sahədə başqa dövlətlərdən mütləq üstünlüyə malik ölkəyik. Cavab gəldi ki, nə bilim, yəqin ki, lazım bilmədilər. Amma indi Türkçənin nəzdində yeni bir təşkilat yaranıb. Həmin təşkilatın biz elmi konferansı Bişkekdə birinci keçirdilər, məni çağırdılar və o konferansın bazasında mənim yaratdığım yəni dünyanın ən mütərəqqi informativ qida nəzəriyyəsidir. Artıq bizim dərslik kitablarında da o var, xaricdə də, bizdə də. Yəni yaranmış 2000 ildə 3 böyük qida nəzəriyyəsi var. Birinci fizioloji nəzəriyyəsidir Galenin, ikinci molekulyar nəzəriyyə, orada 2 dənə nəzəriyyədir, adekvat və rasional qida nəzəriyyəsi. Və bunların cavab vermədiyi suallara bizim nəzəriyyəmiz və onları da qəbul edən içində əritdi. Onlar bu nəzəriyyənin bir hissəsi, informatik qida nəzəriyyəsidir. Bunu əsasında bir də ki, mən kulinarologiya elmini yaratdım. O elmin əsas götürərək yeni bir təşkilat yaradı. Türk dünyası, mətbəx kültürü, elmi və sənətləri birliyi. Bunun seçildi. Mən İslam təşkilatını da Türkiyə ötürdüm. Onun prezidenti seçilmişdim. Amma bu mənim üçün daha vacibdir. Çünki burada elm var. İstəyirəm, heç olmasa bunun içində istifadə edib Türk dünyasının və Azərbaycanın mətbəxini ortaya qoyun və Türk dünyasında Azərbaycan mətbəxinin xüsusi yeri var və bu günlərdə müraciət eləmişik. Yəqin ki, Lənkəranda şərti adı Azərbaycan mətbəxi Türk mətbəxinin təcəssümü kimi bir hələlik Respublika konferansının keçirdək, elmi praktik konferansı. Sonra gələn il artıq bu elmi konferansla deməli festival qərarlaşdırılıbdır. Bunu Özbəkistan udub. Sonra Türkmənistan prezidentindən danışılıb 2025-ci ildə Türkmənistanda keçiriləcək. Və bunların üstündə işləyirik, yavaş-yavaş iş gedir. Yəni biz işi dayandırmamışıq, amma əlbəttə ki 10-15 adamla işləmək, bir nəfərin işləməkdən fərqlidir. İndi bunu da yavaş-yavaş genişləndiririk. Başqa işlər ortaya çıxır. Mən əminəm ki, Allah indi ömür versə, imkan versə, Azərbaycan mətbəx elmini, kulinariya elmini
skeletini başa çatdıracağam və bu tamamlanmış görünən bir təcəssüm olacaq. Ki, hamı biləcək ki, bundan necə davranmaq lazımdır, nələri var, nələri yox və dünyanın birinci olacaq. İndi o biri ölkələr, İslam ölkələri, Avropa ölkələri bizim təcrübəmizi götürməyə çalışırlar. Bu istiqamətdə başlayırlar işləməyə. Biz 91-ci ildə yazılmışdı bu yaxınlarda, çox sağ olsun Bəhram Bağırzadə bir məktub yazıb Merəki bir milli kulinariya muzeyi yaradıb. Bayaq dedim 87-ci ildən məsələ var idi və milli kulinariya yenidən qaldırılır bu məsələ. Milli Kulinariya Mərkəzinin nəzdində Nazirlər Kabinetinin qərarı ilə Milli Kulinariya Muzeyi olmalı idi. Mən indi heç vaxt demirdim, çünki ermənilər üstümüzə açardılar. Onlar yazırdılar ki, mən ildə 2 milyon dollar bana büdcə ayırırlar. O nə məsələ idi o zaman? Hətta bizim rəhbərimiz də o 2 milyonu axtarırdı. Mənə verilən büdcə 165 min, 200 min. O hara xərclənirdi ümumiyyətlə? Yarıdan çoxu maaş idi, 30 min arendaydı. İş yerimiz yox idi, arenda götürmüşdük. İçində də bir kulinariya şərəfi muzeyi yaratmışdım 600 kvadrat metranın içində. Gəlib gedən görürdü. Oradan da çıxartdılar, o muzeyi də şey oldu. Apardılar, soxdular balaca yerə. 5-10 nəfəri yığdılar. Təəssüf ki, bilirsiniz, onun Milli Kulinariya Mərkəzinin imicini çox aşağı saldılar. Çünki o mənim adımla bağlı idi. Mən isə yəqin ki, xalq düşməni eləyiblər, bilmirəm, xəbərim yoxdur. Yəni, o Tahir Əmiraslanov üçün təkcə deyil, mənim üçün yox. Mən indi çıxartmışsın, heç olmasa bunu el eləyin ki, o qalxsın dünyada. Əvvəlki əzəmətdə olsun, gücdə olsun. Əlbəttə ki. Bunlar çalışırlar ki, hətta hörmətli Azadə xanım nazir deməli, agentliyinin sədri müavini elan elədi ki, biz milli üzvük, Milli Kulinariya Assosiasiyası, bizi Vaxsda Dünya Kulinariya Təşkilatına oraya ki, biz gətirmişik. Bizim milli üzvlükdən çıxardıb, bizdən Vaxsa Danos yazanların təşkilatını özləri yaratdıqlarını oraya bizim yerimizə gətirəcəklər. Azərbaycan qanununda ictimai təşkilatların içində heç bir dövlət təşkilatı qarışa bilməz, amma təqib davam eləyir. Yenə də bugün də davam edir. Bilmirəm, niyə görəsə mən... Siz oradan getmişsiniz, yenə də maneçiliklər var sizdə. Ümumiyyətlə sizin oradan uzaqlaşdıqdan sonra... Mən məsələn, Azadə xanımı çox savadlı, çox ağıllı bir kəs bilirəm. Fuad müəllimi prezident qoyubdu, yəqin nəsə var ki, qoyubdu, elə belə qoymazlar ki oraya. Bunlar dövlət düşüncəsinə malik olmalılar. Hərdən fikirləşirəm ki, buna görə də səsimi də çıxartmadım, heç kimi şikayət eləmədim. Cənab prezident bir dəfə dedi, mən bilirəm nəyi, nə vaxt, harada. Bəlkə mənim bu ermənilərlə olan münasibətlərə görə, bəlkə müvəqqəti kənarlaşdırmağım lazımdır, ya uşaqlar. Bəlkə dövlətə belə lazımdır, bilmirəm. Amma mən prezidentimin, dövlətinin, xalqın... Heç bir açıqlama verilmədi. Məsələn, sizin yaşınız pensiya yaşı deyildi. Yox. Mənə dedilər ki, pensiyanı da vurdular, əlimdən almağa çalışdılar ki, pensiya da almayayım. Hətta o 300 manat ki, elmi dərəcəmə görə verilməlidir. Turizm Nazirindən məktub getdi ki, Milli Kulinariya Mərkəzi elmi təşkilat deyil, özləri imzaladıqları nizamnamədə və əsasnamədə elmi təşkilat Nazirlər Kabinetinin qərarına baxmayaraq təsdiqlədiklərini təksib etdilər. Başa düşmədim nədir. Hətta mənə yazmışlar ki, elmi şurada təmsil olun, bizdə filan. Başa düşmürəm, niyə? Mən doğrudan da başa düşmürəm. Çünki mən heç kimə qarşı, heç dövlətimə qarşı gedəsi deyiləm mən. Əlbəttə ki, bu sözsüz. Bu vurha-vurda dava salası deyildim. Sadəcə olaraq, amma qəribə gəlir ki, belə anda gözləyirsən ki, bu zərbə hardan gəldi? Mən bilirəm hardan gəldi. Bu kimə xeyir oldusa onlardan gəldi də. Ermənilər xeyir qazandılar da, Ermənistan qazandı. Deməli, içərdən ermənilərin sifarişini bizimkilər yerinə yetirdilər. Çünki ermənilər o vaxt Sputnik Armeniya dobrində mən Facebook səhifəmdə yazdım ki, nə olacaq? Ermənilər yazmışdılar bunları. Birinci nömrədə Tahir Əmiraslanovun beynəlxalq təşkilatlarda imicini aşağı eləmək lazımdır. Buradan indi bunların qabağa çəkdikləri adamlar, Fərhad Aşurbəyli, Orxan Muxtarov ki, indi bunları qabağa çəkirlər, Vaxsa məktub göndərdilər mənim haqqımda, qara yaxmalar. 2 il məhkəmədən sonra rayon məhkəməsi, apellyasiya məhkəməsi və ali məhkəmə qərar verdi ki, bunların yazdığında bir kəlmə düzgünlük deyil. Amma orada
imicimizi azaltdılar, vurdular və yavaş-yavaş düşdükdə. Yoxsa 2004-cü ildə artıq seçkilərdə, 2016-da biz getmişdik seçkiyə 7 qrupdan. Axıra 2 qrup qalmışdı. Thomas Googler keçdi, onun qrupu. İndi bilirdilər ki, növbəti seçkidə biz keçəcəyik. Ona görə onlar plan cızmışdılar. O planları mən qoydum. Sonra da Tahir Əmiraslanov mərkəzdən uzaqlaşdırılmalıdır, mərkəz məhv olunmalıdır. Assosiasiyalar bir neçəsi yaranmalıdır ki, sponsorların gücü bölünsün və sair. Onlar qoyduğu plan mənim Facebook səhifəmdə var. 17-ci ildən beri hər il qoymuşam onu. Qaldırıb baxa bilərsiniz. O plandan kənara bir addım da çıxılmadı və hamısı Azərbaycanda yerinə yetirildi və bunu yazan adamlara da dəstək verən bizim hörmətli Azadə xanım çıxış elədi və Dövlət Turizm Agentliyidir. Bunu görürsünüz də. Onlar onları gətirmək istəyirlər yuxarıya. Mənim etirazım yoxdur, amma gətirsinlər. O günü həmin adam Azərbaycan mətbəxi haqqında Orxan Muxtarovu ki, qabağa çəkirlər. O Azərbaycan mətbəxini düzəməlli bilmir. Və Azərbaycan mətbəxində Şapılov haqqında dediyini eşitdiniz. Bu bilgi ilə bu hara gedəcək? Bunları çəkib qaldırmaq, bilirsinizmi, bir İslama qarşı, millətə qarşı sevməyən adamların qabağa çəkilməyi qıraqdakıları da söyləyir. Azərbaycanda çox böyük təbliğat aparıldı, biz ona qarşı dururdu ki, xarici mətbəxlər burada daha çox olmalıydı və təbliğ olundu. Biz bu təbliğata qarşı vurduq illərini. Və bu bir çox qüvvələri incidir. Çünki milli mətbəx, Heydər Əliyev belə demədi, milli mətbəx milli irs kimi saxlanılıb qorunmalıdır. Milli mətbəx qorunursa, paxlava, şəkər bura kimindirsə, muğam onunkudur. Qatlama kimindirsə, saz onundur. Bozartma kimindirsə. Bunlar bir-birindən ayrılmaz şeylərdir. O geyimlər, o ornamentlər, şəkər buranın üstündəki şəkil xalçalarımızdadır. Paxlavanın şəkli xalçalarımızdadır. Bu, mətbəx getsə, hamısı gedir. Mətbəx qalsa, o birilərini dağıtsalar da mətbəxdən qayıdıb onlar çıxacaqlar. Buna görə bu köklü şeydir. Millətin pasportu, kimliyinin bir hissəsidir. Siz hansı ölkəyə getsəniz, süfrə gələn kimi bilirsiniz ki, hansı millətindir də, düzdür. Milli geyimlər və rəqslər gələndə bilirsiniz ki, hansı millətindir. Deməli, ermənilərin ən çox çəkdikləri nədir? Milli mətbəx, milli musiqi, milli rəqslər və milli geyimlər ki, bunu alsınlar. Bu yaxınlarda hətta deməli qız ata evindən gəlin köçür, çox komik idi. Bizim vağzalı musiqisinin sədaları altında. Hətta ermənilər deməli bu vağzalını da ələ keçirməyə çalışırlar. İndi bu 100 illərdir. Onların da metodikası var, qarşısının alınması üçün işləmək lazım. Mən Koreylərin metodikasını dolma bütün şübhələrə son kitabımda verdim. Yəni 9 elmi istiqamətdən bir xoreyin kimə məxsusluğu özdə erməni alimlərinin özlərinin yazdıqlarından. Bunu elmi surətdə monoqrafiya kimi qoyduq ortaya. Həmin metodikanı hər bir xoreyə tətbiq eləmək olar. Amma bunlar axı tətbiq eləmək üçün baş lazımdır. Düzdür. Və elmi cəhətdən biz kadrları yetişdirirdik. İndi mən ayın 6-sı bir dənə də bizim gələcək alimimizdən imtahan götürürəm və o gedir doktoranturaya və imtahanın 6-sında ondan qəbul edəcəm. Ağa Kərim bizim televiziyada aparıcıdır, o oxuyub da qutarır və inşallah o da bu sahədə alim olacaq. Mənim yanıma 2007-ci ildə 12 nəfər qız gəlmişdi. Bizim Rəssamlıq Akademiyasından. Artıq 4-ü, yoxsa 6-sı elmlər namizədidir, yəni fəlsəfə doktorlarıdır. Biri Çanaqqalada dərs verir, biri universitetdə böyük doktorluğa gedir, biri şeydə dərs deyir, bizim Naxçıvan Dövlət Universitetində və s. bunlar. Biz kadrları yetişdiririk, onlar müxtəlif sahələr üzrə gedəcəklər, amma bu sahələri vəhdətdə görən yoxdur. Buna görə mən çalışırdım ki, bunu vəhdətə gətirim. İndi bizim çox hörmətli, məndən sonra təyin olunan yazıcımız Orxan Fikirtoğlu arada bir səs atdı ki, Azərbaycan mətbəxini tədris eləmək üçün Azərbaycan mətbəx tarixini Türkiyədən adam gətirib yazdıracaq. Azərbaycanın mətbəx tarixini Türkiyədən kimsə gətirirlər. Dedilər də, amma heç olmasa eləyərdilər də. Bunlar bilirsinizmi? Qabaqçadan çoxlu söz danışırlar və dedikləri qaldırır mətbuatda. Mən çıxandan sonra bunların verdikləri sözün hansı icra olunur? Elə imic qazanılmır.
bura şou deyil. Mən bayaq dedim də, bu Allah Teala insanı, ağıl və ruhu bir bədənə yerləşdirdi. Bunun içində su var, çay var. Əlbəttə ki, su əsasdır, bunun ruhudur da. Amma ruhu saxlayan bir qab var da. O qab olmasa bu su dağılar axı, bədən olmasa ruh da burada olmaz. Düzdürmü? Bu qabın da bir əhəmiyyəti var. O mərkəz qabıdır. Amma o qabı qıranda o ruh da dağılacaq. Qabı qırırlar. Qırıq-qırıq, çilik-çilik eləyirlər. Onun içinə yaxşı su, çay doldurmaq lazımdır ki, bu qab da qiymətli olsun. Çünki əsas çayı içəcəkdir dünya. Onun içindəki suyu içəcək, mayeni içəcək. Ümumiyyətlə sizdən sonra bəli, bu Orxan Fikrətoğlu'nun təyinatında hörmətli yazarımızdır, gözəl televiziya aparıcısıydı. Təyinatına hamı necə deyirlər, bir mənalı yanaşmadı. Yəni bir mənalı da budur ki, orada hamı gözləyirdi ki, kimsə bir kulinar olsun. Çox böyük bizim strategilərimiz var idi, onun əmrini verən var. O əmr veriləndə bunlar strateji böyük bir xəttlər və sözlər vermişdilər də, düzdür? Mətbuata açıqlamada da həm də deyildi ki, turizmin inkişafında təbliğat aparacaq. Hanı? İş burası ki, bir il keçəndən sonra Orxan bəy o vəzifədən getdi, başqa vəzifəyə təyinat aldı. İstəmədi ki, özü istifa verdi oradan. Getdi. Hələ təyinat yoxdur da orada. İndi bir şovmen axtarırlar, indi bir şovmen zad qoyacaqlar oraya. Təxmin eləyirəm. Siz bilirsiniz yəqin mən çox kimsə şey təyinat bilirəm, amma olacaq. dediklərimin mən hər şey deyə bilmirəm. Əlbəttə, əvvəlcədən istəmirsiniz. Təəssüf ki, bildiklərim çoxdur və bu oyunlar da oynanılır. Mən çox şeylərə qarışmıram və çalışıram kənardan hiss olunmayan dərəcədə, heç kim hiss eləmədən bəzi şeylərdə kömək edirəm ki, orada işlər yaxşı olsun. Amma elə şeylər var ki, hələlik deyə bilmirəm. Vaxt olacaq. Mənim onlara 200-ə yaxın məktubum olub. Bu məktuba Turizm agentliyinə bəli, oraya yazılan məktublar da, ona verilən cavablar da əlimdə hamısı. Heç sizi qəbul etmək istəmədilər. Tutaq ki, bu işdən çıxıb getdikdən sonra Yox, sizinlə maraqlanalar. Sağ olsunlar. Mən yenə deyirəm, Azada xanımla görüşdük. Bəzi təkliflər elədi. Amma o təkliflərin içində mən dedilər ki, sizinlə birgə işləyəcəklər, işləyirlərmi? Yox. Belə bir sözlər var idi. Yox, heç bir şey yoxdur. Mənim iş təkliflərimin də hamısına mənfi cavab verilib. Arada bir 2 ay sübut eləsinlər deyə məni müqavilə ilə bir məsləhətçi kimi götürdülər, işlədik. Sonra kəsdilər ki, məruzə elədilər ki, Tahir Əmirzalı işləyirik də. Bundan ötəri elə bilər mən başa düşmürəm. Amma mən bir dənə şərt qoydum ki, mən işləyəcəm, amma məndən vaxtsa və mətbuatda biabırçı məktublar yazan və məhkəmənin qərarı var. Onlar o qərara uyğun məndən üzr istəsinlər, sonra o adamlar mənim yanımda olmayacaqlar. Niyə gənclərə yol vermişəm? Onların özünü kim yetişdirir? Bütün gənclərə yol vermişik, bütün o biri təşkilatların hamısı mənim yetirmələrimdir, mən yaratmışım və yanımdadılar. Siz özünüz bir çox aşbazları aşkarlamışsınız, ortaya çıxartmışsınız, irəli çəkmişsiniz. Bakı Kulinariya Assosiasiyamız var, İlkin onun rəhbəri də orada işləyən uşaqlardır, bizim uşaqlardır. Digər aşbazlar cəmiyyətimiz var, Ağa Aşurov da orada. Hamısı mənim yanımda yetişiblər. O gün orada danışanların elə birisi yoxdur ki, məndən bəhrələnməmiş orada otursunlar. Yəni, bu başqaxıncı deyim, fəxr edirəm ki, hətta mənə qarşı yazan, mənə qarşı duranlar da mənim yetirmələrimdir. Bəli, bilirəm onu. Burada nə var ki? Yəni, onlar 14-15 yaşında yanıma gəlmişdilər. Mən gənclərə yol açmasaydım, onlar gəlib o səviyyəyə çıxardılar mı? Əlbəttə ki, bundan sonra Azərbaycan mətbəxini gənclər davamçılarınız olmalıdır. Yetirmələriniz necə ola bilər? Amma bilirsiniz nə var? Mən çox hörmət elədiyim bir nəfər o günü bir post qoyubdu ki, bu lotular, oğrular filan qazilərə kömək elədilər, müharibədə doğrudan da yaxşı iştirak edib, qəhrəman olanlar olub, elə əvvəlki müharibədə də. Bunlar filan kəslərə kömək ediblər, amma bizim o qeyri-səlist riyaziyyətin banisi o neyinibdir ki, bunlar ondan güclüdürlər. Halbuki onun yazdığı kompüter, bəli, adını çəkmək istəmirəm, çünki ayıbdır onlarla, onun müzakirə eləmək, yanaşı qoymaq belə mümkün deyil. Lütfizadə
Bunlar bir-iki nəfər üçün eləyiblər. Yaxşı adamlardır. Biz demirik pisdir, nədir? Əlbəttə. Amma Lütfüzadə bütün dünya üçün Dünya eləyir. üçün. Bunun Elinə əlində bunu verdi, yazdığı, istifadə elədiyi kompüter belə Lütfuzadənin səbəbinə gəlib çıxıb onun əlinə. Əlbəttə. Belə müqayisə eləmək olmaz. Cavanları irəli buraxmaq lazımdır. Amma hansı gəncləri? Bilirsinizmi? Bir var bənna. Peşə məktəbi qurtarmış bir uşağı. Və savadı çox zorla oxuyan peşə məktəbinə kim gedir? Bu mətbəxi, onun tarixini, ədəbiyyatını, milləti təmsil eləyə bilməyən adamı qabağa çəkib o saat olmaz. Onu qoymaq lazımdır yuxarı bir, yaxşı aşpazdırsa, yaxşı bir yerdə xörəyini pişirib pulunu qazansın, ən yaxşı aşpaz kimi inkişaf eləsin. Amma strateji şeylərə, bu milli mətbəx məsələsi strategiyadır və burada döyüş gedir. Burada çox böyük müharibə gedir. Mən SSR Kulinariya Assosiasiyasının yaradanlardan biri olmuşam və təbliğat şöbəsinin rəisi idim. Rusiya kulinariya, sonra o SSR çöndü, Rusiyanınki oldu və 92-ci, 12-ci illərdə mən Rusiya Kulinariya Assosiasiyasının vitse-prezidenti idim eyni zamanda. Həm də təbliğat şöbəsinə rəhbərlik edirdim. Təbliğat mənim əlimdə idi. Biz dayandırdıq o dövrdə bu qonşuların qabağa çıxmamağın bir səbəbi də orada mənim olmağım idi. Mən bu təbliğatın aparılma metodlarını və metodologiyasını və elmini kökündən bilirəm. Və bu sizdən yararlanırdılar o zaman çox. Amma bu uşaqları yetişdirmək lazımdır. Amma kimi yetişdirmək? Sən Ağakərimi yetişdirmək lazımdır. Bayaq dedim, Xəzərdə veriliş aparırdı. Bəli. Digərlərini görün, neçə adam göndərmişik biz oxumağa. Və mən deyirəm, mən ayın 6-sı Ağakərimdən, digər alimlərlə, xaricdəki alimlərlə bir yerdə onlar şeydə baxacaqlar, imtahanın gedişatına nəzarət olunacaq. Xaricdən bu elektron vasitələrdən imtahan götürəcək ki, bu adam doktoranturaya getsin. İnşallah ki, uğurları nəticələnər. Buradan da onun nailiyyətlər arzulayır. Yəni, digərləri də var. Müxtəlif sahələrdə böyük tədqiqatlar gedir. Və o uşaqlar bir gün gəlib yerini tutacaqlar. Biz onların çoxunu göstərmirik hələ. Onlar birdən-birə Allah qoysun, mən əminəm ki, mənim işimi əllərində aparan adamlar olacaq. Sadəcə bugünkü gün əlbəttə gedib mərkəzdə 500-600 manata kim işləyəcək? Bu cavanların ailələri var, filan var, inkişaf var, məsələlər var da. Orada işləyənlər də o maaşla, o şeylə necə işləyəcəklər? Burada çətinliklər var. Mən əminəm ki, elə Fuad müəllim də, Azadə xanım da, bunlar savadlı, ağıllı adamlardır, prezident tərəfindən qoyulubdursa, bunlarda nəsə var. Daha tərəf yaxşı yönəldəcəklər və ümidvaram ki, mənim işdən çıxmağımda bu bir məsələlərdə elə belə lazım imiş. Bəlkə dövlətimizə lazımdır, tək elə olsun ki, o dövlətə xeyri olsun. Amma hələ ki, biz xeyir görmürük. Bilirsiniz, bəzi şeylər var ki, biz görmürük də. Qarabağda müharibənin olacağını da hələ gözləmirdik. Və mən o zaman gəncləri danlayırdım, dalaşırdım ki, bunlar getməyəcəklər müharibəyə. Amma genetik kod oyandı. Prezident bilirmiş də, sərkərdə. İrəli deyən kimi gör, bir dənə Ferrari olmadı. Ermənilərdən 11.000 yuxarı, bəli. Ferrari oldu. Deməli, burada nələrsə var. İstintaqları gedir. Bugünə də istintaqları gedir. Ona görə də mən prezidentin, mən bilirəm nəyi, nə var, haçan sözünə inanıram və mən, çünki o hər zaman öz sözünü tutur. Və indi İrəvana bizi aparır, mən ona da inanıram ki, Allah qismət eləsin. Bəlkə də bizim kitabımızın təqdimatını İrəvanda eləyəcək, ona görə gözləyirik. Tahir müəllim, bu günlərdə Türkiyədə bilirsiniz, Kanal 8-də Acun İlacılı'nın bir kanal elə onundur. Kanal 8-də Masterchef Türkiyə gedir. Hardasa bir 5 ildir gedir o kanalda. Deməli, ölkənin ən yaxşı aşpazları, gəncləri gəlir orada, müsabiqədir. Orada da 3 nəfər şef aşpaz var, hansı ki, həmən müsabiqədə müsfilər heyəti də həm də aparıcılardır. Orada deməli, həmən qrupun üzvləri bütün dəstəklə Azərbaycana gəldilər və Azərbaycanda Dövlət Turizm Agentliyinin xətti ilə gəldilər və Azərbaycan mətbəxinin əslində təbliğinə yönəlmiş çəkiliş apardılar. Azərbaycanın şah plovu idi, göy qutabı idi, dovğa idi. Mən başa düşdüm sizin sualınızı, amma bilirsiniz bir şey var, mənim vaxtımda. Bu mənim başıma turizm bürosu yaranandan, sonra turizm agentliyindən bir yerdə bir dənə veriliş düzgün ideoloji olaraq qurulmadı.
Mən indi müzakirə eləmək istəmirəm. Mən onlara yazırdım, deyirdim, mənim əysim ona görə bir tərəfdən tüstülüdür. Məsələn, yadımdadır, çağırdılar Bakıda Sürhüllünün filmini çəkirlər, nə varlar, başa düşürəm, lazımdır. O dövrdə də qış vaxtı buraya demək olar ki, turist gəlmirdi. Hələ ərəb turizmi başlamamışdı. Mən tənqid elədim ki, birinci Sürhüllünü Bakıda harada yemək olar? İkincisi, turist bunu axtardı, hansı restoranda pişirilir və bu boyda pulu, maliyyəni qoyub bunu çəkdirməyə dəyərmi? Eyni ilə digər xörəklərimizi gətirdilər, bir dəfə də çəkdilər, bizim daşbazı cəlb eləmişdilər. Quymaqdan danışırlar, biabırçı. Ya, birincidə restoran, hansı restoranda quymaq verirlər? Turist oradan bunun dalına, bilirsiniz, bir şeylər var, bu brendlərin yaranmağı da belədir. Onları dindirət, restoran biznesi pis gündədir. Peşə məktəblərində hazırlıq pis gündədir. Bunların üstünə getmək haqqında Mədəniyyət Nazirinə də yazmışam, bunlara da, Təhsil Nazirliyinə də. Yəni, məsələ çox ağır və ağrıdıcıdır. Mən indi başlayıb müzakirə edəcəm, gənə deyəcəklər ki, oradan çıxıb ona görə. O vaxtda mən yazılı surətdə də, zəhnlə də belə də deyirdim ki, bu nə deyirsiniz? Gəlib sözü soruşmaq və bunu yoluna qoymaq necə olardı? Normal bir işdir də, bir işi bilənə tapşırmaq. Çağırardı, 30 lirardı, həmin adamları öyrədərdi. Azərbaycan mətbəxindən xəbəri olmayan Orxan Muxtarov, oraya qoyanda, o da deyəndə ki, şahlara şah plov verilirdi. Əlbəttə ki, qarşı tərəflər, o bir tərəf deyəcək ki, siz yalan danışırsınız. Şah plovun yaranma tarixi var, mən istəmirəm ona getməkdə. Bunun hamısının kökü var, elmi əsasları var. Heç bir şey elə-belə ağzına gələni danışmaq olmaz. Bizim mətbəx elmi də kulinarologiya elmi elmdir. İndi biz istədik burada olsun. Moskvada Lomonosovun tərkibində yaradıblar, hər il keçirlər. Kulinariya elmi və İncəsənəti Akademiyası. O biri dövlətlər də başlayıb. Türkiyədə belə tədqiqatlar girdi. Çox böyük, Portuqaliyada aparılır filan. Bu olacaq. Mən yazdım ki, bunu burada elm şifrə verək, filan eləyək. Görəcəksiniz, bir 5-10 ildən sonra bu elm yaranacaq və Azərbaycanlı uşaqlar gedəcəklər xaricdə, o biri alimlərin qabağında şeydə durmağa ki, bizə kömək eləyin, biz müdafiə eləyək və Azərbaycan milli mətbəxini gərək Moskvada müdafiə edirlər. Çünki ruslar bizdən yaxşı bilir, ona gətirirlər. Ondan sonra bu məsələlər çox ağrıdıcı və ağır məsələlərdir. Amma o elmə niyə status verilmir? Azərbaycanda başladı. Vaxtı ilə Azad Mirzəcanzadə Elm Komitəsinin sədri, vaxtın sədri buna yol açmışdı, başlamışdıq bu yolu götürməyə. Niyə bunu dayandırdılar? Niyə Azərbaycanın mütləq üstünlüyü olduğu sahədə birinci addımı biz atmayaq? Bilirsinizmi? Bax, indi bu təşkilatları qabağa verirlər. Biz Vaxtda ən böyük yerdəydik və ən böyük yerə gəlirdik. Dayandırdılar, sağ olsunlar. BİKS-də prezident idik. UNESCO-da sədr eləyirik komitəyə. İndi Dünya Türk Təşkilatında. Bilirsinizmi, biz təşkilatların başında mı olsaq yaxşıdır? Yoxsa aşağıdan gözləyək ki, bizə də bir şərait yaratsınlar, biz də bir şey eləyək. Dovşan kimi belə durmaq kiminsə qabağında. Niyə dovşanlıq eləməyə çalışırlar? Bunu başa düşmürəm. Biz şirin eləməliyik və bu... Çünki biz qalib ölkənin, müzəffər sərkərdənin əlinin altındayıq, qalib ölkənin adamlarıyıq. Və o ada, o sərkərdiyə, o qalib ölkə adına, qalib xalq adına layiq hərəkət eləməliyik. Bu oyuncaq deyil ki, bildiyin kimi eləyəsən. Mən indi Özbəkistanda çox böyük bir tədbir keçirildi və orada çox böyük inkişaf var. Onlara da dəstək veririk. Mədəniyyət naziri oradaydı, o paneldə mənim çıxışım var idi. Yenə də insanlar durublar, Fransadan gələn, New Yorkdan gələn, filan yerdən gələn alimlərin qarşısında. Mən də bir çıxış elədim. Yenə mənim çıxışımda bütün zal ayaq üstə durdu və alqışladı. O alimlər Amerikadan, New Yorkdan, nə bilim, İngiltərədən, Fransadan gələn alimlərin mənim ətrafıma yığışdılar. Mən kiminsə qarşısında Azərbaycanı belə gözləyici vəziyyətdə aşağıdan yuxarı baxmıyor. Azərbaycan baxa bilməz aşağıdan yuxarı. Bu mümkün deyil mən olan yerdə. Azərbaycana da kimsə yuxarıdan aşağı baxmayacaq, qoymaram. Mən öləndən sonra bəlkə kimsə eləyə, ya da mən olmayan yerdə eləyərlər. Ümumiyyətlə, siz istəyirdiniz ki, Azərbaycan deyir, ödül alan yox, ödül verənlər ölkəsi olsun. Bəli, biz mükafat verməliyik, biz ad verməliyik. Çünki
bu boyda güclü ölkədə, qalib ölkədə, belə bir yüksək mədəniyyəti olan ölkədə, belə bir varı dövləti, folklor, mətbəx, geyim, musiqi, nəyi yoxdur bunun və başında Müzəffər Sərkərdə kimi bir sərkərdə olan ölkədə biz yuxarıda olmalıyıq. Biz o sərkərdəmizə, o vətənimizə, bu xalqa, bunu yaradana layiq olmalıyıq. Biz xarici çıxanda axı orada demirlər bu Tahir Əmiraslanovdur. Deyirlər bu Azərbaycandır, Azərbaycanlıdır. Mən orada özüm deyiləm ki, mən kiminsə qabağında deyiləm. Bizi 2010-cu ildə Çinlə biz gedəndə indi danışırlar. Gətirdilər bizi 3 ulduzlu otelə. 54 ölkə gəlir. Dedim Azərbaycan orada qalmayacaq. Ən yüksək səviyyəli oteldə kim qalırsa Azərbaycan orada qalacaq. Axırda prezidentin qaldığı otelə apardılar. Dedim minin avtobus, biz geri qayırıq avtobusa. Məncildən geri qaytarırdım. Təzədən Dünya Xalq Yaradıcılıq Təşkilatının prezidenti zəng eləyib filan feşməkan Azərbaycanlıların. Çünki mən Tahir olaraq bir parkda imkan olanda bir taxtanın üstə kəkki adamam, yata bilərəm. Ölkəm naminə, vaxt imkan yoxdursa. Amma Azərbaycan delegasiyası zibillikdə gedib yata bilməz, qala bilməz. Bu prinsipdir. Bu, yəni, o pulu da olmasın, o biri də olmasın, vəzifəsi də olmasın. Mənim ölkəm, mənim millətim, xalqım, mənim prezidentim həmişə yuxarıda olmalıdır. Söhbət mənlikdən gedir, kimlikdən gedir, kişilikdən gedir. Biz layaqətli olmalıyıq. Öləndə də kişi kimi ölməliyik. Əvvəl-axır hər kəs bu dünyanı tərk eləyəcək də. Bundan qorxmaq lazım deyil ki. Əzrail ən gözəl mələkdir, onu görən adam geri qayıtmaq istəmir ki. Üzü o dəqiq işıqlanır adamın filan. Gəlir türməyə deyir ki, səni türmədən azad eləyirəm vaxtından qabaq, çıx sevgilin də səni gözləyir. Bundan gözəl nə ola bilər? Ona görə bu millətə heç kim qalib gələ bilməyəcək. İndi içəridə gədə-güdə nə eynirlər, nə ayrırlar, ola bilər bu da. Amma mən hər halda ümid eləyirəm ki, mənim çıxarılmağımın hardasa, nədəsə, bəlkə də mənim dövlətimə xeyir Allah eləsin. Amma ermənilərin qabağa getdiyini, mən də ömür boylarla vuruşmuşam deyin, içim götürmür. Çünki mən bilirəm ki, biz İrəvana gedirik və getməliyik. Kitaba görə, bu kitablar, bu qələbələr Ermənistanda olsa nə olardı? Ermənistanda hansısa kulinariya kitabı dünyada birinci olsa nə olardı? O adamlara neyini yerdilər? Erməni diasporası, erməni hökuməti. Niyə bizdə eləmirlər? Çox qəribədir ki, bizdə sanki irəli gedənlərin hardasa qarşısına daş qoyurlar, belə götürək. Yəni xalqa, millətə xeyir olan bir işlərdir. Bu Tahir Əmiraslanovla kiminsə şəxsi düşmənçiliyidirmi bu? Əgər şair, yaradıcı adamın qarşısına daş qoymasalar, o yarada bilməz. Ona bütün şəraiti yaratsalar. Çətinliklər olmalıdır. Bütün yeyib-içmək versələr filan. Şair gecə sabah kimi yeyib içəcəkdir, sonra yuxulayıb qalacaq. O şeir mi yaza bilməz? O yaxşı yaza bilməz. Mümkün deyil. Ona görə ziyalıları, şairləri filanlar biraz daş saxlamaq lazımdır. Sıxıntı da saxlamalıdır. Yox, əslində bu biraz... Bunlar boş şeylərdir ki, ən əsası Qarabağ bizə qaytarıldı. Bu 30 illik mənim arzum idi. Bunun uğrunda gedirdi dava. İndi də bundan belə mükafat ola bilməz, yalnız İrəvan ola bilər. Prezident ona da söz verir. O kişi də dediyi sözü yerinə yetirir. Mən də onu gözləyirəm. Biz bundan əminik. Biz bundan əminik. Mən də gücümü verdim də, bacardığım o idi. Mətbəxdən yaza bilirəm. Çömçə fırlayanam mən. Çömçəmdən yazdım, qoydum indi. Tahir müəllim, belə darmacalda vaxt tapıb verilişimizə gəldiyinizə görə sizə təşəkkür edirik. O indicə deyirsiniz, onlar neynəsələr də o biz belə deyilə o çömçəni sizin əlinizdən heç zaman ala bilməyəcəklər. İnşallah ki, deyir o çömçəyə kənardan o bəd nəzərlə baxanlar elə baxa-baxa qalacaqlar. Elə siz irəli gedəcəksiniz. Azərbaycan mətbəxin yenə də təmsil eləyəcəksiniz, tanıdacaqsınız. Bu qədər ki, əziyyətlər çəkmişsiniz. İnşallah. Neçə ki, gücüm çatır, neçə ki, samolyotlara minə bilirəm, neçə ki, kilolarla Azərbaycana qızıl, bürünc, gümüş gətirən Tahir Əmiraslanov bugün də var. Yəni, onlar da bilirlər, bugün də var, sabah da var. Dünyasını inşallah ki, Allah gecindən versin, ondan sonra da olacaq. Mən hətta heç o sənətdə olmayanları da eksperiment üçün hazırlayıb, aparıb, qızıl medal aldırmışam. Ayya velosiped, motosikl sürmək, öyrətmək olar. Bizdə o qədər elə ay var. Amma
o motosikli icad edən və yaxud da onu təmir eləyə bilmir ayı. Mən ona görə o motosikl yaradan, avtomobil yaradan yaradıcı mütəxəssislərin hazırlanmağının tərəfindəyəm. Ayı nə qədər istəyirsiniz var, medal da gətirə bilər, düzəldə bilər, o motosikleti sürəcək, sürdürərik də. Amma onu yaradanları yaratmaq lazımdır, başa düşürsinizmi? Yaradıcı insanlar gəlməlidir. Mənim məqsədim budur. Bir, yaradıcıları yaratmaq, ikincisi də biz ödül alan yox, ödül verən olmalıyıq. Və salam, başqa şey lazım deyil. Yenə deyirəm, bu xalqa, bu millətə, bu vətənə, qalib gəlmiş ölkəyə və onun prezidentinə, Müzəffər Sərkərdəyə layiq olmalıyıq. Biz Azərbaycanlıyıq. Rəhmətli Heydər Əliyev, yadınızdadırmı? Mən fəxr edirəm ki. Ki, mən Azərbaycanlıyam. Və bu bizim amalımızdır. O heç bir sözü elə belə deməyib. O çox böyük dahi və hələ gələcəkdə biləcəyik biz onların böyüklüyünü. O boyda dahi o sözü elə belə demədi. Və ondan fəxr eləmək üçün ödül alan olmamalı. Ödül verən ölkə olmalıyıq. Bəli. Çox sağ olun gəlişinizə görə. Bir daha sizə təşəkkür eləyirəm. Sizinlə isə hörmətli tamaşaçılar gələn verilişlərdə görüşənədək sizdən xahiş edirik ki, bir daha sizdən dəfələrlə xahiş edirik ki, bizə abunə olun, paylaşın. Sağ olun gələn görüşlərədək.